Ötən həftə Qaradağ rayonunda yerləşən Otmon Bozdağ palçıq vulkanı püskürüb. Məlum hadisədən sonra əhali arasında güclü zəlzələ olacağı barədə fikirlər yayılıb. Daha çox sosial şəbəkələrdə müzakirə olunan mövzuya aydınlıq gətirmək üçün mütəxəssislərin mövqeyini öyrəndik. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə deyir ki, əksər vaxtlarda çoxsaylı yeraltı təkanlardan sonra vulkan püskürmələrinin şahidi oluruq. Bu isə genetik bağlılıqla əlaqəlidir. 11-də baş vermiş bu vulkan püskürməsindən öncə olan bütün yeraltı təkanlardır. İstər-istəməz o dalğaların həmin burada gedən o prosesə, fluidlərin sıxılmağına, o qazların sıxılmağına və vulkanın püskürməyinə istər-istəməz rəvac verir. O demək deyil ki, indi vulkan püskürüb, güclü bir zəlzələ olacaq. Əhali də təşvişə düşməsin bu ilə. Yer daxilində gedən bu proseslər heç bir qorxusu yoxdur. İlk dəfə olaraq dünyada palçıq vulkanları ətrafında seismik stansiyalar qoyub, gördünüz ki, orada biz onların dinamikasını izləyirik. Mütəxəssislərin sözlərinə görə yerdaxili proseslər daim aktiv şəkildə gedir. Bu hərəkətlər nəticəsində də enerji toplanmaları baş verir. Belə olan halda isə hər hansı bir vulkan püskürməsi güclü zəlzələnin göstəricisi sayıla bilməz.